Paleozoy, mezoy və kaynozoy eraları verir və xüsusiyyətlər deyir. Azərbaycanda deməli bizə deyir ki, bircə saniyə. Aha. Bizə sualda deyir ki, yoldaşlar, paleozoy, mezoy və kaynozoy eralarına aid süxurların yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. Gəlin baxaq görək söhbət nədən gedir. Dərələr silsiləsi sədərək qalxması. Bilirsiniz ki, paleozoy erası süxurlarıdır. A getdi paleozoya. Böyük və Kiçik Qafqaz dağlarının yüksək dağında mezoy erasıdır. B getdi 2-yə. Əslikçay Zəyəmçayda yenə paleozoy erasıdır. O getdi 1-ə. Qarabağ vulkanik erası dağlıq olmasına baxmayaraq 4-cü dövr süxurlarıdır. Getdi kaynozoya. Samur Dəvəçi oğalda kaynozoya. Cavabımız belə oldu. A, C, B, D, Y. Variantımız B bəndi. B. İkinci sual. Elmi-texniki inqilabın təsərrüfatın sahələrinə təsiri ilə bağlı yanlış ifadəni müəyyən edin. Emal sektorunun payı artmışdır, doğrudur. Aydın oldu yoldaşlar. Maşın qayırmanın yeni sahələrin yaranması səbəb olmuşdur, bu da doğrudur. Xüsusən də dəqiq maşın qayırmanın daxilində. Hasilat sənayesinin rolu azalmışdır, doğrudur. Çünki onlar süni və sintetik materiallarla əvəzlənmişdir. İstehsalın enerji və material tutumluluğu artmışdır, fikri səhvdir. Enerji və material tutumluluğu nə olub? Azalmışdır. Deməli, səhv ifadə hansı oldu? D. İqtisadiyyatın sektorlar arasında nisbət dəyişmişdir. 1 və 2-dən sektorlara keçib 3 və 4-ə. Ona görə də bu ifadə doğrudur. Yanlış D oldu. 3-ə baxırıq. Şimal istiqamətində axıb daxili dənizlərə tökülən çaylar. Yoldaşlar, Reyn çayı şimala axır, amma kənar dənizə, şimal dənizə tökülür. Səhvdir. Kongo yoldaşlar, qərbə doğru axır, öz okeana tökülür. Ob şimala doğru axır, kənar dənizə tökülür. Deməli, Lena şimala doğru axır, kənara tökülür, düzdür. Mackenzie yoldaşlar, kənara tökülür, düzdür. Amma Xuanxe şimala doğru axmır. Xuanxara doğru axır, şərqə doğru. Ona görə yanlışdır. A getdi, B getdi. Yenisey şimala axır, doğrudur, kənar dənizə tökülür. Mississippi amma cənuba axır, ona görə də yanlışdır. Niger cənuba axır, yanlışdır. Visla şimala axır, yoldaşlar, Polşadan tökülür, Baltika daxili dənizə, düzdür. Şimali Divina yoldaşlar, şimala doğru axır. O, tökülür, hara? Ağ dənizə, bəli. Nil çayı isə şimala doğru Aralıq dənizə. Deməli, doğru cavabımız nə oldu? D variantı. Bəli, düzdür. Ankara özü çaya tökülür, ona görə də yanlışdır, Yeniseyyə tökülür. 45, daha düz 4. 45 şimal enliyində günorta vaxtı günəş şan düşmə bucağı 60 dərəcə olarsa, biz əvvəl 90-dan 60-ı çıxırıq, neçə dərəcə elədi? 30. 45-dən 30-u çıxırıq, neçə elədi? 15. Deməli, günəş 15 şimal enliyində zenitdədir. Bu zaman 40 cənub enliyində günəşin düşmə bucağını tapmaq üçün 15 ilə 40-ı toplayırıq, neçə elədi? 55. 90-dan 55-i çıxdıq. Bəli, 35 dərəcə. Doğru cavabımız B bəndi Bakı. Aydın oldu test tapşırığı. Növbəti sual. 4-cü test tapşırığı. Xəritə sıxımda qeyd edilmiş rəqəmlərə uyğun gələn müvafiq düzləri müəyyən edin. Uşaqlar, birinci düzümüzün adı Şirvan düzüdür, Kürün sol sahili. İkinci düzümüzün adı yoldaşlar Qarabağ düzüdür. Nə düzüdür? Qarabağ. Üçüncü düzümüzün adı olacaq hara? Hərami düzü. Dördüncü düzümüzün adı nədir? Salyan düzü. Yox. Cavabımız belə oldu. C variantı 5-ci test tapşırığında. 6-ya baxırıq. Xəritə sıxıma əsasən kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraiti olan ərazilər, aqroiqlim ehtiyatı bol olan yerlər, istilik və rütubət nisbəti, işıq nisbəti əlverişli olan yerlərdir. Bura uyğun gəlir 3 Pampa hövzəsi, 6 Prairie hövzəsi, 5 böyük Çin düzənliyi. Yoldaşlar, 1 ilə 4-də səhra, quraqlıq, pisti şərait yaradır, 2-də isə daimi donuşluq. Cavab 3, 5, 6 variant D bəndi 6-cı test tapşırığında. 7-yə baxırıq. Yer kürəsinin inkişafının planetar mərhələsi, yəni geoloji mərhələdən qabaqçı mərhələdir və bir də geoloji mərhələsinə aid xüsusiyyətlər. 1-ə və 2-yə aid olanlar. Lavraziya və Gondwana qurularının parçalanması bu yoldaşlar hesab olunur. Müasir materiklərin yaranması, mezo erası, yəni geolojiyə. Getdi ara yoldaşlar, geolojiyə. Fikrimizi bura verin. Ərimiş maddələrin maniyəsiz kütləvi şəkildə yer səthinə çıxması bu planetar mərhələdir. Bəli, ay erası. Pantalasın müasir okeanlara bölünməsi, o da geolojidədir. Getdi ikinciyə. İlkin atmosferin yaranması planetar mərhələdədir. 1-ə BD, 2-yə AC. Variantımız Y variantı 7-ci sualda. 8-ə baxırıq. 8-ə bizə deyir ki, xəritədə qeyd edilmiş rəqəmlərə uyğun gələn iqlim tipləri. Uşaqlar, birinci iqlim tipi dağ, tundradır, baş su ayrıcı silsilədə. 2. Qışı soyuq keçən yarımsəhra quru çöl iqlimidir. 3. Bura qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimidir. Cavab. Dağ tundra, qışı soyuq keçən yarımsəhra quru çöl, qışı mülayim keçən yarımsəhra quru çöl. A variantı 8-də. 9-a baxırıq. El nöqtəsində havanın temperaturu nə qədər deyir? 12 Selsi. Eldə temperatur 12-dir. Kəsmə yüksəyi nə qədər deyir? 300 metr. El ilə K arasında neçə dənə boşluq var? 3 dənə. 300 vur 3. 900 metr arada fərq var.
Biz yazırıq. Minə nə qədər? 6. Minə 6 Selsi. 900 metrə nə qədər? 5,4. X. 900-də nə qədər? X. X bərabərdir 5,4 Selsi. Ətəyə doğru gələndə temperatur artmalıdır. 12 plus 5,4. Cavab 17,4 Selsi. Variantımız D variantı. 9-cu test tapşırığında. 10-cu suala baxırıq yoldaşlar. Onda bizə nə deyir? Qazaxıstan, Tataristan, Türkiyə ərazisində formalaşan iqlim tipləri. Uşaqlar Qazaxıstanda konkret olaraq mülayim kontinentaldır. Yəni söhbət gedir, üzr istəyirəm. Kəskin kontinentaldır, yəni kontinental tip. Tataristan Şərqi Avropadadır. Orada mülayim kontinentaldır. Türkiyədə isə aralıq dənizli. Cavabımız A variantıdır 10-cu sualda. 11-ə baxırıq. Yer qabığının tektonik quruluşu ilə birbaşa bağlıdır. Yoldaşlar burada deyir ki, Cənubi Amerikada ekvatorial həmişəyaşıl meşələrin formalaşması iqlimlə bağlıdır. Relyeflə bağlı, geoloji quruluşa bağlı deyil. Antarktidada qalın buz örtüyü iqlimlə bağlıdır. Afrikada səhralar iqlimlə bağlıdır. Okeanlarda qabarma çəkilmə yerin özü ətrafında hərəkətinə görədir. Yazıcılar ay və günəşin cazibəsi, Coriolis. Avustraliyada vulkan püskürməsinin baş verməməsi, bəli, bu geoloji quruluşla bağlıdır. Cavabımız nə variantı oldu 11-də? Y. 12. Uşaqlar, həm əsas həm də keçid iqlim qurşağında yerləşən təbii zonaları müəyyən elə. İğne yarpaqlı ancaq əsasdadır, mülayimdə, getdi. Meşə tundra ancaq keçiddədir yoldaşlar, getdi. Səhra yarımsəhra ola bilər, tropikdə də var, subtropikdə də var. Dəyişən rütubətli ola bilər, subekvatorialda da var, tropikdə də var. 3-4. Qarışıq meşə ancaq mülayimdədir, əsasdadır. Çöllər həm subtropik, həm də mülayimdə ola bilər. 3-4-6. Sonra rütubətli meşələr ancaq ekvatorialdadır, əsasdadır. Meşə çölləri isə həm subtropik, həm də mülayimdədir. Cavab 3-4-6-8 variantımız A bəndə oldu 12-ci sualda. 13-ə baxırıq. Şişçay, Şinçay, Kürmük çaylarına aid ümumi xüsusiyyətlər Böyük Qafqazın cənub yamacının çaylarıdır. Şinçay, Şişçay, Əyriçay, Kürmük çay isə birbaşa tökülür yoldaşlar. Bilirsiniz ki, qanığa. Böyük Qafqazın şimal-şərq yamacı səhvdir. Kür çayının qollarıdır yoldaşlar, səhvdir. Bunlar nəyin qollarıdır? Qanıq və Əyriçayın. Kürün ikinci dərəcəli qollarıdır. Belə də götürmürlər. Hövzənin effuziv suxur səhvdir. Effuziv suxur bunlarda yoxdur. Üçlər gedəndə, birlər gedəndə cavab nə qaldı? 2, 4. Daşlı daşı palçıqlı selləri var. Bir də 6. Mənbəyi və mənsəbi müxtəlif təbii vilayətlərdədir. Mənbələri Böyük Qafqaz təbii vilayəti, mənsəbləri Kür çəkili vilayəti. Uşaqlar, Kürün ikinci və üçüncü dərəcəli qollarıdır. Aydın oldu yoldaşlar. Qidalanma mənbələrində bunlarda əsasən Şinçay, Kişçay, Qarabağ uzlaq sularıdır. Daha hündürdən gəlir. Yan silsilə şollar düzü Şahdağ silsiləsinin yerləşdiyi fiziki coğrafi rayonlar. Yan silsilə hamımız bilirik Qonaq kənddədir. Şollar düzü hamımız bilirik ki Samur dəvəçdədir. Şahdağ zirvə deyil, silsilədir. Silsilə yoldaşları Gəncə fiziki rayonundadır. Cavab Qonaq kənd, Samur dəvəçi, Gəncə. C variantı 14-də. 15-ə baxırıq yoldaşlar. Kür çayının kəsib keçdiyi inzibati rayonları şərqdən qərbə doğru. Şərqdə ən axırıncı yeri haradır? Neftçala. Neftçaladan sonra Salyan, Salyandan sonra Sabirabad, sonra gelirsən Yevlax, sonra Mingəçevir şəhəri, onlardan sonra gəlir Samux, Şəmkir, ondan sonra gəlir Tovuz və Ağstafa. Cavabımız variant olaraq olur 15-də yoldaşlar A variantı. Neftçala, Salyan, Yevlax, Tovuz. 16. Dağlıq Şirvan, bunun tərkibinə Qobustan, Şamaxı, Ağsu və İsmail rayonları. Şəki-Zaqatala tərkibinə Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakan rayonları. Quba Xaçmaz tərkibinə Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonları aiddir. 4, 6 və 5 inzibati rayon. Ümumi xüsusiyyətlər. Ərazilərində ölkə əhəmiyyətli avtomobil və dəmir yolları keçir, bu doğrudur. Ölkə əhəmiyyətli. Xarici ölkə ilə həmsərhəddir, Dağlıq Şirvan həmsərhəd deyil. Əhalisi sıx məskunlaşıb yoldaşlar bunlardan, belə deyək də, Dağlıq Şirvanda əhali seyrəkdir. Turizm, rekreasiya imkanları boldur, düzdür. 1-4. Mineral su ehtiyatlarıyla zəngindirlər yoldaşlar. Bunların ərazisində mineral su ehtiyatları var. Görək cavab olaraq nə çıxacaq. Bir də 6-ya baxaq. Dəmiyə əkinçiliyi inkişaf etmişdir. Dəmiyə yoldaşlar var bunlarda. Ona görə də doğru cavabımız 16-da olacaq. Bir dənə baxaq. Bir dənə birinci fikrə baxaq. Ərazilərində ölkə əhəmiyyətli avtomobil və dəmir yolu. Yoldaşlar Dağlıq Şirvanda dəmir yolu şəbəkəsi zəifdir. Bir dənə orada qol ayrılır oradan. Yersə Padar çöl göylər xətti var. Ona görə də yoldaşlar bu doğru deyil. Cavabımız 4, 5, 6'dır əsas cavab. Variant nə variantı? D. 17. 17-də bizə deyir ki, yoldaşlar, əlamətlərin aid olduğu ölkələr. Əhali təbii artım ikinci tipi daha çox inkişaf etməkdə olan nədir? Ölkələrdir. Ekstensiv kənd təsərrüfatı, çünki bu zəifdir, müasir texnologiya tətbiq oluna bilmir. Dünya okeana birbaşa çıxışı yoxdur. Yoxdur deyirsə, A-da Liviyanın çıxışı var, B-də Angolanın çıxışı var, C-də Uruqvayın çıxışı var.
Yerdə Kolumbiyanın çıxışı var. Cavab nədir? D. Nepal, Butan, Cənubi Asiyada. Əfqanistan, Cənub-Qərbi Asiyada, Monqolistan, Mərkəzi Asiyada. Cavab nə oldu yoldaş 17-də? D bəndi. 18. Vulkanik və tektonik mənşəli dağlar. Elbrus, Kazbek, Savalan bunlar vulkanikdir. Doğrudur. Ant, Kordilyer, Ant dağları, silsilə yaradan dağlar isə tektonikdir. Cavab nə variantıdır? A variantı 18-də. 19-a baxırıq. 19-cu sualda deyir ki, A məntəqəsinin istiqamətini dəyişmədən Cənub qütbünü keçməklə 8880 km təyyarə uçan təyyarə Bakıda yerə enmişdir. 11,1-ə böləcəyik. Bəli. 111,1-ə böləcəksən. 111, Bəli, 111,1-ə. Cavab neçə elədir? 80, hə? Deyir ki, A məntəqəsinin istiqamət dəyişmədən Cənub qütbü keçməklə 8880 km uçan təyyarə Bakıda yerə enmişdir. 60 şimal. A məntəqəsinin coğrafi koordinatlarını tap. 60 şimal. 50-sini gedir. 30 qərbi düşür. Yoldaşlar, A məntəqəsi deyir ki, istiqamət dəyişmədən Cənub qütbü keçməklə. Coğrafi qütb deyirəm. Hə, Cənub deyirəm, coğrafi qütbü. Coğrafi qütb hara gedir? Şimala gedir. Bəli. Vəssalam. 40-dan 90-a qədər 57 qaldı neçə? 30. 90-dan 30 çıxdı 60 şimal enliyi. 60 şimal enliyi əksi neçədir? 130 qərb uzunluğu. Doğru cavabımız C variantı. Afərin. 20-yə baxırıq. A ölkəsi bir ildə 64 milyard ABŞ dolları dəyərində məhsul ixrac etmişdir. Ölkənin balansı müsbət olub, ixracın 40%-dir. Çox rahat. Əvvəl 64-ün 40%-ni tapırıq. 64 vur 40 neçə elədir? Böl 100. Yoldaşı ixtisar getdi. Vurub böləndə nə eləyir? Deməli 4-ü 4-ə vuranda 16, 1 yadda 24, 25. Ona da böləndə 25,6. Tapdıq bunu. Yoldaşlar, əgər ixracımız 64-dürsə, idxalı tapmaq üçün... Hə? Şuradan 60%-ni tapır. Bəli, 64 çıxılsın, 25,6. Cavabımız elədi verilənlərdən 38,4. 20-nin cavabı nə oldu? A bəndi, bəli. 38,4. Cavaba. 21. Əhalinin cinsi tərkibində kişilərin sayının qadınlara nisbətən çox olduğu ölkələr. Yoldaşlar, burada doğru cavabımız olacaq B bəndi. Hindistan, Şri Lanka, Bangladeş. Bəli, ağır həyat şəraiti. Qadınların ağır həyat şəraiti. 22. 22-də bizə deyir ki, BMT-nin nəzdində təbiətin mühafizəsi üçün yaradılmış təşkilat. Yoldaşlar olacaq UNEP. Variant D variantı. Greenpeace Yaşıllar Partiyasıdır. Ancaq meşələri qoruyur. UNEP isə təbiətin mühafizəsidir. Yoldaşlar, FAO kənd təsərrüfatı, UNESCO bilirsiniz də, uşaqların hüquqlarının müdafiəsi, IAEA isə yoldaşlar atom enerjisi üzrə agentlik hesab olunurdu. Aydındır. Cavab nə oldu? D. UNEP. 23-ə baxırıq. Deyir ki, xam malın tərkibində misin miqdarı 50% olarsa, 8000 ton mis əldə etmək üçün nə qədər, neçə min ton xam mal lazımdır? Deməli, 8000 ton özü neçə faizə bərabərdir? 8000 50%-dir. X nəyi axtarıram? 100%. X-i buradan tapıram nə qədər? 16.000 ton. Cavab nə oldu? 16. Sonra, xəritə sıxma əsasən Bozqonur torpaqları Azərbaycan Düzan rayonlarındadır. Bozqonur torpaqları geniş yayılıb 2-də, 5-də və 6-da. Cavab 2, 5, 6. Uşaqlar 25-də. Sual belədir. Deyir ki, inkişaf etməkdə olan ölkələrdə yerləşən liman şəhərləri müəyyən elə. Pusan olmaz, Cənubi Koreyadır. Tubaran, Braziliya. Havr olmaz, Fransadır. Tiba olmaz, Yaponiyadır. Tampico, Meksika. Sindao, Çin. Cavab 2, 5, 6. Aydındır test tapşırığı. 26. Xəritə sıxımda qeyd edilmiş ərazilərə aiddir. Qeyd edilən ərazilərdən birincisi Kalimantan adasıdır. İkinci Amazon hövzəsidir. Üçüncü isə yoldaşlar əlbəttə ki Almaniya Polşa ovalıqdır. Bu da mülayim nədir? Dənizdir. 1, 2 və 3. Baxaq. Bunlar üçün ortaq cəhət. Alçaq atmosfer təzyiqi düzdür. Mülayim dəniz və ekvatorial. Qalxan hava necə təzyiq? Alçaq təzyiq. Havanın qalxan hərəkəti 2. 1, 2-ni yazdıq. Sonra buludluğun az olması səhvdir. Düz radiasiya miqdarının çox olması səhvdir. Keçid iqlim qurşağında olmaları yoldaşlar, bunlar keçid iqlim qurşaqlarında deyirlər. Çünki ekvatorial və mülayim necədir? Əsas iqlim qurşağı. Cavabımız 1 və 2-dir. 27-də deməli körfəzlərin yerləşdiyi dənizlər. Yoldaşlar, sizlər bilirsiniz ki, Şerixov körfəzi hardadır? Oxotda. C. Botnik körfəzi hardadır? Baltikdə. D. Siyam körfəzi hardadır? Cənubi Çində. Yəni B. Deməli cavab 1C, 2D, hə? Beringdə olan anadırdır. Beringdə olan anadırdır. Anadır. Aydındır yoldaşlar. Sonra Şərqi Çində yoxdur. Sonra növbəti sual. 28.
Sualın birinci izahını verməmişdən qabaq baxaq faydalı xüsusiyyətə. Meşə ehtiyatları dünyanın bir çox təbii zonada müxtəlif təbii şəraitdə formalaşmışdır. Təbii şəraitdən asılı olaraq meşələr iyniyarpaqlı, qarışıq enliyarpaqlı, rütubətli ekvatorial meşələr, dəyişən rütubətli, o cümlədən musson, çodyarpaqlı meşələr kimi növlərə bölünür. Meşə ehtiyatlarının təsadüfən müxtəlif sahələrdə istifadə edilir. Təsərrüfatın müxtəlif sahələrində istifadə edilir. Meşələr həm antropogen, həm də təbii amillərin ən həssas olan ekosistemdir. Mətndə verilmiş təbii komplekslərin cədvələ qruplaşdırıb yazın. Uşaqlar, ekvatorial ərazilərdə olacaq ekvatorial meşələr. Necə meşə? Yoldaşlar, subekvatorial bölgələr daxilində daha çox dəyişən rütubətli nə olacaq? Meşələr. Buna nə deyirik? Musson meşələri. Tropikdə də yenə dəyişən rütubətli meşələr və nə ola bilər? Yəni musson meşələri. Subtropikdə həm çodyarpaqlı meşə və kolluqlar ola bilər, çodyarpaqlı meşə. Həm də nə ola bilər? Dəyişən rütubətli meşələr. Mülayimlərdə isə biz dedik ki, iyniyarpaqlı meşə, qarışıq meşə və bir də bəli, həm də nə deyə bilərik? Enliyarpaqlı meşələr ola bilər, bəli. Bir də bir şeyi mən sizin diqqət çəkəcəm. Subtropikdə də var da musson meşələri, düzdür yoldaşlar? Musson meşəsi. İndi baxın, biz dedik rütubətli ekvatorial meşə ekvatoriala. Dəyişən rütubətli o cümlədən musson meşələri subekvatoriala. Dəyişən rütubətli o cümlədən musson meşələri tropikə. Çodyarpaqlı meşə və kolluqlar və dəyişən rütubətli musson meşələri subtropikə. İyniyarpaqlı və qarışıq meşələr. Dəyişən rütubətli musson meşələri hara getdi mülayimə? Savanna serik meşədir o. Burada yoxdur axı, verilən cədvəldə o yoxdur. 29. Mətndə verilmiş təbii ehtiyatlardan alınan məhsulları cədvəldə yazın. Yoldaşlar, burada belədir. Yanacaq energetikada oduncaq alınır. Nə alınır? Oduncaq. Uşaqlar, tikinti materialı kimi biz bura deyə bilərik. Taxta, şalban. Taxta nə? Şalban. Meşə kimya sənayesində biz deyəcəyik selüloz, kağız. Sonra biz deyə bilərik burada ya alınır kanifol və skipidar. Aydındır mı? Sonra mətndə verilmiş meşələrin hansılarının antropogen təsirə daha az məruz qaldığını və bunun səbəbini yazın deyir. Yoldaşlar, bunlardan biri iynəyarpaqlı meşələrdir. İynəyarpaqlı və ekvatorial meşə. Hansı meşə? Ekvatorial meşə. Bəli, yoldaşlar, biz buna əlverişli şəraitə nə demişdik? Ekstremal təbii nə? Şərait. Bir də yoldaşlar, bundan sonra biz burada bilsin nə deyə bilərik? İnsanlar tərəfindən ona görə də nə edir? Az mənimsənilir. Ekstremaldır da, giriş mümkün deyil.